Təəssüf ki, narkotika gənc Əlislamın təkcə karyerasını deyil, cavan canını da məhv etdi. 2017-ci ilin bir yaz sabahı meyxana dünyasında illər əvvəl sönmüş bir ulduz bu dünyada da əbədi söndü. O səhər xəbər saytlarında yalnız bir xəbər diqqət çəkirdi. Meyxanaçı yüksək dozadan dünyasını dəyişdi. Təəssüf ki, bunca istedadın qarşısında Əlislam İslamovdan dəyişmə zamanı verdiyi sərrast cavabları göstərən keyfiyyətsiz videolardan başqa bir şey qalmadı. Geriyə ayaq yeri saxlamadan özünü meyxananın xeyirli-şərli girdabına atan gənc istedad bir göz qırpımında külə döndü. Bizə isə yalnız xatırlamaq qalır. Biri var idi. Dumanlı məclislərdə şimşək kimi çaxıb gözdən itən Əlislam Dağlı.